Sxemə əsasən K məntəqəsinin qış gün dönümündə qış gün dönümü deyən kimi biz deməli məntəqə, birinci K məntəqəsi bu. Qış gün dönümü. Qış gün dönümü deyən kimi biz yazırıq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23,5 cənub endarəsi. Cənub tropik. Bu olur qış gün dönümü. 23,5. 23,5. Yəni qış gün dönümü deyən kimi bunu yazırıq. Günəşin zenitdə olduğu məntəqə 20 cənub endarəsi və cənub tropik. Günəş deməli cənub yarımkərəsindədir. Günorta vaxt günəş şüaları 56,5 dərəcə bucaq düşür. K məntəqəsinə. K bərabərdir günəşin düşmə, deməli günəşin düşmə bucağı bərabərdir 56,5 dərəcə. 56,5 dərəcə. Bu məntəqədə qütb ulduzunun hansı bucağının göründüyünü müəyyən edin. Qütb ulduzunu təyin etməliyik. Deməli, birinci məntəqənin enliyini tapaq, sonra qütb ulduzunu taparıq. Belə nə qoyaq? Düsturumuzu yazaq birinci. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın əsmərtəcə. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Belə günəşin deməli düşmə bucağı məlum, bu məlum. 56,5 bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyini bilmirik. Bunu elə x qəbul edək ya da yazaq. X qəbul edək. X plus minus günəşin zenitdə olduğu məntəqə 23,5 cənub endarəsi. K məntəqəsi də şimal yarımkərəsindədir. İndi növbəti hesabını nəzərə alınacaq. Deməli, X olur şimal. X şimaldırsa, eyni yarımkürə, fərqli yarımkürədirsə, ona görə bunların dərəcə fərqini toplayırıq. 23,5 bərabərdir. 90-dan 56,5 çıxırıq. Öləcək. Deməli, 33,5. Buradan da X şimal endarəsi bərabərdir 33,5 çıxılsın 23,5 bərabərdir X şimal endarəsi 10 şimal endarəsi. Biz demişdik ki, qütb ulduzu görünmə dərəcəsi həmin məntəqənin coğrafi enliyinin dərəcəsinə bərabərdir. Yəni, neçə dərəcə enlikdə yerləşirsə, elə qütb ulduzu da elə həmin dərəcədən görünəcək. Cavab Y variantı. 21 martda günorta vaxtı A məntəqəsinə şaqlı dirəyin kölgəsi 0 metrdir. 0 metr. 21 mart deyən kimi yenə günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Yəni 0 dərəcə enlik. 0 dərəcə enlik. Dirəyin kölgəsi 0 metrdir. Kölgə nə vaxt 0 olur? Deməli, kölgə bərabər 0 metr bərabərdir. Düşmə bucağı 90 dərəcə. Yəni 90 dərəcə olanda düşmə bucağı 90 dərəcə olanda kölgə 0 metr olur. Həmin anda Bakı şəhərinin yerli vaxt saat 6-dır. Həm 90 dərəcə, həm də ki, həmin məntəqə günorta qəbul olunur. Yəni günortadır. Günorta. Yəni 12:00. Bu zaman deyir, Bakıda saat 6-dır. Bakı saat 6:00. A məntəqəsinin Bakı şəhərinin hansı azimutda yerləşdiyini müəyyən edin. A məntəqəsi.
ekvator xətti, həmin o A məntəqəsi, bu ekvator. Bu A məntəqəsi və A məntəqəsində dedik ki, yəni kölgə sıfırdırsa buradadır, ekvator üzərindədir. Və deyir, saat Bakıda 6-dırsa, biz bilirik ki, yer kürəsi qərbdən şərqə doğru fırlandıqca Bakıdan sola doğru gedin, Bakıdan geri, sağa doğru, Bakıdan irəlidir. Deməli, Bakıda saat 6-dırsa və deyir ki, həmin məndə Bakıya yerli vaxt, Bakıda 6-dırsa, səhərdirsə, həmin məntəqə Bakıda hansı istiqamətə olmalıdır ki, həmin deməli kölgə 0 olsun. Yəni günəş ora 90 dərəcə uzaqlıqda düşsün və günorta olsun. Bakıdan dedik ki, sağa gedəndə irəli, sola gedəndə geri. Biz geri gedə bilmərik, gecədir, orada günəş ola bilməz. Ona görə sağa gedirik, ona görə A məntəqəsi burada olur. Bakı şəhərindən Bakı şəhərində hansı azimutdadır? Bakı şəhərindən olacaq cənub, şərq. Bunun da dərəcəsini baxsaq 90, 180, bunların ikisinin arasında da 135 dərəcə. D variantı. Qış gündönümü günü, yenə qış gündönümü deyən kimi biz mütləq yazırıq. Qış gündönümü günəşin zenitdə olduğu məntəqə bərabərdir 23,5 cənub endarəsi. Cənub tropik. Günorta vaxt günəş şüaları 21,5 dərəcə uzaqlığında göründüyü günəşin düşmə bucağı bərabərdir 21,5. Göründüyü paralelə aid olmayan əlamət. Deməli, günəşin düşmə bucağı verilib və günəşin zenitdə olan məntəqə, gəlin düşmə məntəqəni tapaq. Günəşin düşmə bucağı bərabər. Ardıcıllıqda birinci verilənə yazırıq, sonra məsələ həllini etmək üçün lazım olan biz həmin o düsturu deyək, yazırıq, sonra onun yerinə qoyub tapırıq. Növbəti addımsa variantlara baxaq. 90 çıxılsın, verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı 21,5 bərabərdir 90 çıxılsın. Verilən məntəqəni x qəbul edək. X plus minus 23,5 cənub endarəsi. Deməli, bunu ayrıca götürək. X plus minus 23,5 cənub endarəsi bərabər 90 çıxılsın 21,5 68,5. Deməli, burada indi biz plus, minus ikisindən də götürə bilərik. Verilən məntəqənin coğrafi enliyini. Yəni, birinci minusla götürək. Deməli, minusla götürürüksə, ikisi də eyni yarımkürədir. X cənub endarəsi çıxılsın 23,5 cənub endarəsi bərabər 68,5. X cənub endarəsi bərabər 68,5 üstə gələr 23,5. Bu da həmin məntəqənin deməli 90 dərəcəni keçir. Ona görə minusla doğru deyil. Yəni minus deyil. Cənub endarəsi deyil. İndi şimala baxaq. Əksini yoxlayaq. X plus, yəni plus olanda şimal endarəsi plus 23,5 bərabər 68,5. X şimal endarəsi bərabərdir 68,5 çıxılsın 23,5. Bu da bərabərdir, şimal endarəsi bərabərdir 45 dərəcə. Deməli, verilən məntəqənin coğrafi enliyi 45 dərəcə şimal endarəsi. İndi gəlin cavablara baxaq. Bu paralel, deməli 45 şimal endarəsi.
Bu paralel üzrə qərbə doğru hərəkət edən səyyah qütb ulduzunu özündən sağda görəcək. Doğru. Bu doğru. 45-nə qədər sağda görür. Avrasiya şimal yönü kəsişir. Doğru. Yəni bunu sonda hesablayaq. Maksimum düşmən bucağı 68.5. Payız gecə gün bərabərlik günü şaquli dirəyin kölgə uzunluğu günorta vaxt dirəyin öz uzunluğuna bərabər olur. Payız gecə günü günəş ekvatorda olur. Ekvatorda zenitdə olanda günəşin düşmən bucağı bərabərdir. 90 çıxılsın enlik. 45 bərabər 45 dərəcə. 45 dərəcə bucağının özünə bərabərdir. Bu paralel boyu yerin öz ətrafı fırlanma sürəti Bakının yerləşik paralel fırlanma sürətindən daha çoxdur. Biz bilirik ki, ekvatora doğru getdikcə fırlanma sürəti artır. Azalmır. Artır. Biz də dedik ki, bu paralel deyil, 45-ci paraleldir. Bu 45. Bakı yerləşir 40-da. Deyir ki, paralelin sürətindən daha çoxdur. Əksinə azdır. Bu 45-dir, Bakı 40-dadır. Azdır. Cavab Y variantı. Səhv Y-dir. Mətndə verilmiş tarixlə bağlı cədvəldəki uyğunsuzluğu mütləq feilə mütləq baxmalıyıq. Sonuna mütləq baxmalıyıq. Yəni cümlənin feilinə fikir verməliyik. Uyğundur, uyğun deyil, uyğunsuzdur, aiddir, aid deyil. Bu tarixdə Azərbaycanın ən uzun gündüz və ən qısa gecə müşahidə olunur. Bu tarix məlumdur. Ən uzun gündüz deməli 22 iyunda, yəni günəşin zenitdə olduğu məntəqə 23,5 şimal dairəsində. Yəni şimal tropikində zenitdə olanda olur. Günəş deməli şimal tropikində zenitdədir. Uyğunsuzluğu deyil, görürsünüz. Diqqət eləmədim, uyğunsuzluqdur. Uyğunsuzluq, bu doğrudur. Ekvatorda günorta vaxt şaquli basında dirəyin kölgəsi olmur. Ancaq kölgə nə vaxt olmur? Ekvatordan zenitdə olanda. Amma bunu doğru verib. Yanlışdır. Avstraliyanın yay fəslidir. Bunu doğru kimi verib. Amma yanlışdır. Avstraliya yanlış kimi verilib. Doğrudur. Cənub qütblərində doğru versəydi səhv idi. Cənub qütblərinin qütb gündüzləri müşahidə olunur. Cənubda qütb yanlış, doğru kimi, yanlış veriblər, amma doğrudur. Günəş şüaları, bax, şüanın düz bucağında düşür. Hissəsini oxuya bilmədim. Cavab B variantıdır. Yalnız uyğunsuzluğu soruşur. Daxili planetlər Merkuri, Venera, Yer, Mars. Deməli, xarici planetlər Jupiter, Saturn, Uran, Neptun. Deməli, 1-ə B, C, 2-ə A, D, Y. Şimal yarımkürəsi üçün doğru olan fikirlər seçin. 20 sentyabr yaz fəslidir. Yaz gecə gün uzunluğu bərabərdir. Yaz fəslidir. Şimal yarımkürəsi üçün soruşur. Şimal yarımkürəsində 20 sentyabrda səhvdir. Payızdır. 22 dekabr qış fəslidir. Ən qısa gündüz, ən uzun gecədir. Doğru. 21 mart payız fəslidir. Yaz fəslidir. 22 gün yay fəsli, ən uzun gündüz, deməli 2 və 4. Payız gecə gündüz bərabərliyi. Payız gecə gündüz bərabərliyi deyən kimi günəşin zenitdə olduğu məntəqə bərabərdir. Ekvator. Yəni 0 dərəcə enlik. Deməli, bərabərlik günəş şüalarının düşmə bucağının 70 dərəcədən böyük olduğu şəhərlər müəyyən edin. Günəşin düşmə bucağı böyük olmalıdır 70 dərəcədən. Bunun da düsturu 21 mart üçün, yəni 23 sentyabr üçün günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqənin coğrafi enliyi. Deməli, 70 dərəcədən böyük olmalıdır.
Bu istənilən ədədi bir qoyaq. Pekini qoyaq. 40-ı bura qoysaq. 50 dərəcə. 70-dən kiçikdir. 1 getdi. 30-u qoysaq. 60-dır. Bu da kiçikdir. Bu da getdi. 15-i qoysaq. 75 böyükdür. 10-u qoysaq. 80 böyükdür. 16-nı qoysaq. 74 böyükdür. 35-i qoysaq. 55 deməli kiçikdir. Cavab deməli 3, 4, 3, 4, 5. Bakı şəhəri il ərzində günorta və günəş şam maksimum düşmə bucağı arasında fərqin neçə dərəcə olduğunu hesablayın. Bakı şəhəri günəş şam maksimum, minimum və deyir neçə dərəcə fərqin neçə dərəcə olduğunu hesablayın. Ardıcıllığı. Birinci Bakı yazırıq. 40 şimalən dairəsi verilən məntəqənin coğrafi enliyi. Maksimum və minimum. Bakıya maksimum deməli günəşin düşmə bucağı maksimum olacaq. Deməli 22 iyunda, yəni 22 iyunda, yəni günəşin zenitdə olduğu məntəqə 23,5 şimal dairəsi. Çünki günəş şimalda olur. Bu zaman maksimum olur. Deməli, indi ikinci günəşin, bunu hesablayacağıq, düşmə bucağı bərabərdir. Daha doğrusu minimum. Minimum olanda 22 dekabr. Çünki günəş cənubdadır. Bu zaman günəşin zenitdə olduğu məntəqə 23,5 cənub dairəsi. İndi gəlin bir yerinə qoyaq, hesablayaq. Maksimum hesablayaq birinci. Maksimum bərabər. Günəşin düşmə bucağı bərabərdir. 90 çıxılsın. Verilən məntəqə 40 şimal. Maksimum hesablayırıqsa eyni yarımkürədir. 23,5 şimal. Deməli, bu da bərabərdir. 90 çıxılsın. 16,5. 40-dan 23,5 çıxanda 16,5. 73,5. Maksimum budur. İndi gəlin minimum hesablayaq. Minimum 90 çıxılsın 40 şimalən dairəsi. İndi fərqlidir. Toplayırıq. 23,5 cənubən dairəsi bərabər 90 çıxılsın. Deməli 63,5 bərabərdir 26,5 minimum. Fərq deyir. 73,5 çıxılsın 26,5 0, 7, 4. 47 dərəcə. Coğrafi koordinatları verilmiş ərazilərə müvafiq gələn əlamətləri müəyyən edin. Coğrafi koordinatlara baxaq və baxaq ki, bunlar hansılara uyğundur. Birinci məntəqəyə baxsaq. Birinci məntəqəyə 40, sonra gəlir 30. 40, 30. Ekvatora doğru getdikcə azala gedir. Ekvatora doğru getdikcə, yuxarıya doğru getdikcə deyək ki, azala gedirsə, biz buradan götürsək, bu olacaq. Birinci məntəqə şimaldadır. Şimal. İndi baxaq, sıfırdan soldadır. Qrinvisdən soldadır. Şimal qərbdə yerləşir. İkinci məntəqə. Deməli, bura baxsaq, 10, 20, 30, 40, 50 yuxarı doğru getdikcə artır. Yuxarı doğru getdikcə yox. Əksinə, birinci məntəqə şimal deyil, cənubdur. Səhv yazdım. Üzürsən. İkinci məntəqə yuxarı doğru getdikcə artırsa şimal və sağa doğru getdikcə 30-45 artır. Olacaq şərq. Üçüncü məntəqə. Deməli, yuxarı doğru getdikcə eyni ilə 2-dəyə kimi artır. Şimal. Və biz sağa doğru getdikcə görürsünüz yenə artır 2-dəyə kimi. Şərq.
Gəlin baxaq. Sahəsinə görə ən böyükdür. 1, 2, 3. Bunlar düzbucaqlıdır və bunların sahəsinə görə ən böyüyünü tapaq. Bunlar məlum məsələlərdir. Meridianların dərəcələrinə baxsaq, biri 40, 30, 20, 10, 80, 70. Hər dərəcə fərqləri 10-dur. Meridianlar eynidir. Deməli, bizə lazım paralellərin dərəcələri. Paralellərin dərəcələri biz dedik, ekvatordan qütbə doğru getdikcə paralellərin uzunluqları azalır. Kürə şəklində olduğu üçün. Uzunluqlar aldığı üçün olan bir dərəcə qoyusu da azalır. İndi gəlin baxaq. Deyir ki, ən böyükdür. Ən böyük olmaq üçün ekvatoru daha yaxın olmalıdır. Ekvatoru daha yaxın olansa budur. 10, 20 dərəcə. Deməli, 2-yə olacaq A. 2A. Sonra qütb gecə gündüzləri yaranır. Qütb gündüzü 66.5-dən sonra 66.1 sütun yaranır. Ondan sonra artır. 66.5-dən böyük olanlar isə 3-cü məntəqədir. B. Bütün məntəqələr günəş ildə 2 dəfə zenitdə olur. Hansı məntəqələrdə? Tropiklər arasında. 20.5, 20.5. 20.5-lər arasında olan ikinci məntəqədir. 10, 20. Deməli, 2-yə C. Fəsillər daha aydın. Fəsillər daha aydın orta enliklərdə müşahidə olunur. Təqribi olaraq birinci məntəqədə. Cənub-qərb yarımkürəsində yerləşir. Cənub-qərbdə 1D, Y, 2A, C, 3B. Afrika materiki aşağıdakı işıqlanma qurşaqları hansılar yerləşir? İşıqlanma qurşaqlarının sərhədləri tropiklər və qütb dairələridir. Tropiklər 23.5 23.5 bu olur. Deməli, tropik 66.5-ə qədər mülayim. Sonra 66.5 90-a kimi qütb. Enli cənubdakı kimi. İndi Afrika materikini şimal mülayim. Deməli, şimal mülayim kəsməsi üçün 20.5 ilə 66.5 arasında və tropiki kəsir. Afrika materik şimal tropikdə kəsir. Cənub mülayim, cənub tropikdə kəsir. Şimal qütb dairəsi kəsmir, cənub kəsmir və bir də tropik. 1, 2, 5.